lazım olmaması ya zədəli olmasa əksər hallarda yəqin ki zədə əsas səbəb kimi göstərilir. İndi isə 60 kiloqramda növbəti 42-ci döyüş. Növbəti döyüş hazırlansın. Məhramov Sinan və sadəcə 42-ci döyüş. Murad Xaçmaz. Sərxan Mədətovla İlkin Mustafayev arasında olacaq. Hal-hazırda iştirakçılar ringə çıxırlar. Beləliklə, qırmızı küncdə formasının üstündə Azərbaycan bayrağı həkk olunan idmançı yarışır. Bu Sərxan Mədətovdur və onun rəqibi qara geyimdə qırmızı əlcəklərlə döyüşən İlkin Mustafayev Kaspiyan İdman Klubu. Sərxan Mədətov Qubanı təmsil edir. Bunu da əlavə edək. Beləliklə, bu görüşdə də hal-hazırda nokaut qeydə alınır və rəqibi nokauta salan Sərxan Mədətov oldu. Qırmızı küncdəki idmançı, Quba idmançısı sərrast bir zərbədən sonra rəqibi yerə sərdi. Döyüşdə vaxtından əvvəl Quba idmançısı Sərxan Mədətov qalib. Sərxan Mədətov, Quba kickboksçusu növbəti mərliyə vəsqə qazandı. Quba Məmmədov Elsun Kaspi. Dəvət olunur. Elşən İstəyev, Daxilişlər Nazirliyi idmançısı İlqar Bayramov Oliyon. Elşən İsayev və İlqar Bayramov arasında görüş olacaq. Bu döyüşdə Əhmədov Ərşad Qızıl Əlcək.